Son zamanlar dürümləri ilə məşhur olan Koç Dürüm Novruz bayramına özəl konsert təşkil edib. Məşhur müğənnilərin iştirakı ilə keçirilən konsertdə uşaqdan böyüyə hər kəs doyunca əyləndi. Ləzzətli dürümləri ilə məşhur olan Koç Dürüm Novruz bayramına özəl möhtəşəm konsert proqramı təşkil edib. Konsertdə iştirak edən hər kəsə pulsuz dürümlər, uşaqlara isə hədiyyələr verildi. Koç Dürümün rəhbəri Rəşad Şahbazov bayram və özəl günlərdə hər zaman belə maraqlı konsertlər keçirir. Novruz bayramı münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bizim bu konsertlərimiz hələ bir çox yerlərdə davam edəcək. Ucqar kəndlərə gedəcək, körpə uşaqları sevindirəcək. Bütün Azərbaycan xalqının bayramını ürəkdən təbrik edirəm. Onlara can sağlığı, bol ruzu arzu edirəm. Rəşad bəyin təşkil etdiyi bu Novruz bayramında iştirak etdik. Anam da mən də çox möhtəşəm bir konsert oldu. Rəşad bəy, uğurlarınız bol olsun deyirəm. İnşallah bundan da yüksəklərdə, zirvələrdə görürüm sizi. Qeyd edək ki, Koç Dürüm bina açılıqla üzbəüz yerləşir. Günün istənilən saatlarında bu dürümlərdən sifariş edə bilərsiniz.